Fərqli və müxtəlif iş sahələri, mütəxəssis rəyi, şirkət nümayəndələri və iş adamlarının iştirakı, faydalı müzakirələr biznes mərkəzində. Dünyaca məşhur milyarderlərdən söz açıb, biznes sahələri üzrə yeniliklərdən xəbərdar eləyəcəyik. Həftə içi 5 gün, 13-dən 14-ə kimi Rüfət Nadirli ilə biznes mərkəzinə qatılın. Biznes mərkəzində qalın. Baş sponsorlar Sopsan Boya, Deluxe Comment Center, sponsor Agromix Kənd Təsərrüfatı Məhsulları şirkəti. Biznes mərkəzi başladı dostlar. Hər birinizi salamlayırıq. Bir daha mikrofon öndə mənəm Rüfət. 2-yə qədər bərabərliyimiz sürəcək. Qəşəng, soyuq, sərin, yağmurlu hava şəraitində özünüzə yaxşı baxın dili. Sükan arxasından bizi dinləyirsinizsə salamlayırıq sizi. Yolunuz açıq olsun. Çox ehtiyatlı olun. Yağışlı havada sürət həddinə də nəzarət etmək şərti ilə bir-birinizə yol vermə imkanımızı da unutmayaq. Tələsməyin, səbirli olun, yəni bütün bu məqamlara diqqət edək. Salamlayırıq biznes mərkəzində və bugün də maraqlı bir mövzumuzu sizinlə birlikdə danışacaq. Biznes mərkəzindən danışdıqsa, biznes işi varsa, şirkət varsa, alış-veriş varsa, qəbul edən, məhsulu alan və məhsulu təqdim edən, verən varsa, niyə də biz orada müştəri amilinə diqqət çəkməyək və bu çox önəmlidir və bugün də biz müştərilərdən danışacağıq. Ümumiyyətlə, bir dəfəlik müştəri var, bir də daimi müştərilər var. Biz o bir dəfə üçün olan müştərini necə daimi müştəriyə çevirə bilərik və yaxud da daimi müştərini necə əlimizdə saxlaya bilərik və yaxud da o bir dəfəlik müştərini bəs necə davranaq? Əgər biz fikirləşsək ki, yox, o daimi olmayacaq, bir dəfədə biz ona boş verək. Yəni, bu kimi məqamlara necə incə nüanslara toxunmalıyıq? Bir dəfəlik və daimi müştəri kimə deyilir və müştəriləri necə əldə saxlamaq lazımdır? Bir dəfəli müştəriyə, sizin məkana daxil olan, şirkətinizə daxil olan, marketinizə daxil olan o bir dəfəli müştərini necə daimi müştəriyə çevirmək olar? Bax, siz də fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Hər birimiz bir müştəri, hər birimiz həftəlik, aylıq restoranlara və marketlərə alış-veriş üçün, ehtiyaclarımız üçün, geyimimiz üçün müraciət edirik. Kimsə birinci dəfədə daxil olduğu yerdən rahatlıq tapır, xidmət tapır və daimi gəlmək istəyir. Amma bu daimiliyə nəsə etmək lazımdır, o müştərini necə qazanmaq lazımdır. Bax, biz bundan danışırıq. 099 810 33 WhatsApp nömrəmiz ixtiyarınızdadır. Yazın fikirlərinizi gəlsin və təbii ki, bizi dinləməklə bərabər izləyə də bilərsiniz. Araz FM-in Facebook səhifəsindən canlı yayımlanırıq. Bu gözəl studiyamızdan da bizi izləyə bilərsiniz. İzləyə də rəy bölümündən fikirlərinizi yaza bilərsiniz. Bizim dəyərli marketinq mütəxəssisimiz də qonağımızdır. İndi onun dilindən eşidəcək bir dəfəli müştəri, daimi müştəri, o xırdalıq söhbətlərini qonağımız edəcək. Sada Yalverdi bizimlə bərabərdir. Sada qardaşımız, xoş gəlib, səfalar gətirib, necəsiz? Xoş gördük Rüfət bəy, təşəkkür edirəm bir daha dəvətiniz üçün. Sizi yenidən görmək çox xoşdur. Təşəkkür edirik. Dinləyicilərimizə salamlayıram. Bugün çox maraqlı mövzudur və çox, məncə, hər kəsin əslində bildiyi, alıdə olduğu, fikrə sahib olduğu və o qədər içi dolu olan mövzudur ki, yəni aldım, almadım, ala bilmədim, getdim, olmadılar, belə mövzular çoxdur və biz bugün hamısına... Diqqət almadılar, nə üçün müştərini itirdilər, gəldim 200 matlıq alış-veriş elədim, onun göstərdiyi diqqətə baxsan, Allah, daha getməyəcəm mən ora. Bir balaca da olsa bugün ürəklərinə su səpməyə çalışacaq və ümid edirəm ki, faydalı olacaq. İnşallah. Bizi kimsə dinləyirsə sahibkar, satan tərəf belə deyək, biz bugün alıcı mövqeyindəyik əslində. Biz bugün müştərilərin mövqeyində olacaq və bir növ onların çərçivəsində baxmağa çalışacaq. Yaxşı, ikimiz də müştəri olduq. Müştəri hər zaman haqlı olurmu? Bu çox bilirsiniz necə mövzudur. O ilk toyuğumu, sonra yumurtamı bu mövzudur. Hər zaman da deyim sizə, çoxlu mütəxəssislərin fikirləri müxtəlifdir elə, yeri gəlmişkən. Çünki kimisi müştərini haqlı sayır, kimisi deyir ki, yox, müştəri hər zaman haqlı deyil. Əslində, bilirsiniz necədir, bu mövzu harada yarandı və necə yarandı? Əslində, hər şey buradan başlayır. Məsələn, bugünkü mövzumuzun adı nədir? Daimi müştəri və bir dəfəlik müştəri. Bəli. Baxın, bu müştəri məmnuniyyəti, istehlakçı anlayışı, şikayətlər, bunların hamısı totalda bir faktordur. Yəni, sonradan yaranmış, hansı ki, biznes vərdişləri, ticarət vərdişləri formalaşdıqca ortaya çıxan amillərdir. Baxın, bu sırf bayaq
az önce dediyiniz müştəri hər zaman haqlıdır məsələsi də bunun köküdür əslində. Yəni, hətta deyərdim ki, bir dövr açan bir anlayışdır. Bilən yoldaşlar var, bilməyən bir balaca xatırlatma kimi izah edeyim. Ümumiyyətlə, bu izah necə yaranıb? Təsəvvür edin 1900-cü illərə qədər, 19-cu əsrin əvvəllərini deyək də, tam əvvəlləri. Ticarət vərdişləri tam fərqli idi. Yəni, baxın belə deyim, məhsul fokuslu bir ticarət anlayışı var idi. Yəni, məhsul var, İstəyən alsın, istəməyən almasın. Bəli. Yəni burada nə təşviqat var, nə təbliğat var, nə cəlb edən var. Biznesdir. Al-ver. Çox bəsit mübadilə prosesidir. 1900-cü illərdən başlayaraq isə orada bir sənaye çevrilişi var, bir inqilablar var və marketinqin ilkin toxumlarının yarandığı dönəmlərdə. O dönəmlərdən başlayaraq isə artıq vərdişlər dəyişdi. Artıq necə sataq, kimə sataq, necə cəlb eləyək, bunu hansı yollarla təqdim edək. Kapitalizm şeydir. Tam kapitalizm. Oradan başlayaraq gəldim mövzu. Və məhz bu çevriliş, inqilabi fikir kimi saydığımız bu fraza İngilis bir iş adamına məxsusdur. 1900-cü illərdə Harry Gordon Selfridge, əgər doğru xatırlayıramsa, həmin yoldaşa məxsusdur. Təəssüf ki, o bizi dinləmir və yaşamır, ona çox şey öyrənə biləcəyimiz. Onu dinləməyə çoxdan gedib. Əslində bu tip insanlara, hansı ki inqilabi çevrilişdə demiş insanlara çox şey borcluyuq. Çünki Selfridge mağazaçılıq vərdişlərini və ticarət vərdişlərini, retail marketing, yəni pərakəndə biznesə yeni bir qapı açmış şəxsdir. Düşünün ki, 1900-cü illərə qədər vitrin siyasəti anlayışı yox idi. Məhsullar insanların toxunmaması üçün qapalı vitrinlər, şüşə pəncərələr arxasında olurdu. Yəni ümumiyyətlə belə idi. Yəni hər yerdə belə olmasa da istisnalar var təbii ki. İlk dəfə mağaza şəklində həmin məhsulları vitrindən, pəncərə önündən, daha doğrusu şüşə arxasından, kilit önündən müştərinin önünə sərən şəxsdir. Hansı ki artıq bugün qardırob anlayışı. Bəli. Geyinin, toxunun, hiss edin, keyfiyyətini baxın. Yəni bu anlayış 1900-cü ildə sırf bu Selfridge yoldaşın sayəsində baş verib. Vallahi yaxşı ki, olmasaydı bəli, düşünün. Və o inqilabi bir dəyişiklikdir. Selfridge Stores deyə onun mağazaları bugün də öz aktuallığını qoruyur, düşünün yəni. İkinci bir anlayış isə yenə də Marshall Freud, bu da Amerikalı bir biznesmendir. Onun da yenə özünün Macy deyə bir mağazalar şəbəkəsi var. O da həmin dönəmdə yanaşıb eyni məntiqlə eyni işi görüblər. Amma daha ağır basan təbii ki Harry Gordon olub. Çünki o bunun arxasını gətirib. Davamını. Bəli. Bunu daha ətraflı izah edərik. Bəli, indi söhbətimizi də davam etdirərik və istərdim ki, biz bir daha da səslənək, yenicə qoşulan dinləyicilərimiz ola bilər. Bizim qonağımız da həm bunun tarixi aspektlərinə diqqət çəkdi, həm indi müştəri özü necə olmalıdır, yəni biz o müştərilə necə aid etməliyik, müştərinə davranış, müştəriyə xidmət, bir dəfə gələn müştəri necə daimi müştəriyə çevirə bilərik. Bütün bunları biz birazdan qonağımıza verdiyimiz suallara davam etdirəcəyik və sizin də suallarınız varsa, hətta başınıza gələnlərdən bizə danışa bilərsiniz. Getmişdi bir yerə, mən oranın daimi müştərisi idim, başıma belə o hal gəldi, mən daimi müştəri çevrildiyim halda oradan imtina elədim. Və daimi müştəri olduğunuz halda necə biz müştərini məmnun yox, üzücü yola sala bilirlər. Və yaxud da ki, bir dəfə getmişdiniz, ora xoşlandınız xidmətindən, xoşunuz gəldi və daimi müştərisindən çevrilə bildiniz. Və bütün bu nüansları bizimlə bölüşə bilərsiniz. Bir dəfəlik və daimi müştəri nədir? Ondan danışacağıq. Bir dəfəlik müştəri necə daimi müştəri çevirmək olar? Ümumiyyətlə, müştərinə necə davranış olmalıdır? Necə qorumalıyıq? Bax, bu barədə fikirlərinizi bizə göndərin. 099 810 33 WhatsApp nömrəmiz ixtiyarınızdadır. Nəhayət, sonuncu sual. Məbləğ 103.3 manat. Səhər adamlarında ən çox nə eşitmək olur? A bəndi dünyada baş verənlər, B bəndi yeni mahnılar, C bəndi gündəmdə olan mövzular, D bəndi faydalı məsləhətlər. Vaxt getdi. Vaxta ehtiyac yoxdur. Əlbəttə, bunların hamısını eşitmək olur. Bravo! Biz sizi doğru cavabdan yayındıra bilmədik. Siz qazandınız. Səhər adamlarına qulaq asan hər kəs qazanır. Həftənin 5 günü səhər saat 8-dən 10-a kimi Aysel və Ceyhuna qulaq asın ki, siz də qazanasınız. Fərqli və müxtəlif iş sahələri,
Mütəxəssis rəyi, şirkət nümayəndələri və iş adamlarının iştirakı. Faydalı müzakirələr biznes mərkəzində. Dünyaca məşhur milyarderlərdən söz açıb, biznes sahələri üzrə yeniliklərdən xəbərdar edəcəyik. Həftə içi 5 gün, 13-dən 14-ə kimi Rüfət Nadirli ilə biznes mərkəzinə qatılın. Biznes mərkəzində qalın. Baş sponsorlar: Sopsan Boya, Deluxe Comment Center, sponsor Agromix Kənd Təsərrüfatı Məhsulları şirkəti. İdmanın nəbzi arenada döyünür. Günün idman yeniliklərindən xəbərdar olmaq istəyənlər bizi dinləsin. Futbol üzrə Azərbaycan Premyer Liqası, Avropanın top liqaları, Dünya və Avropa çempionatları, Avrokubokların müzakirəsi arenada aparılır. Bir-birindən maraqlı rubrikalar sizi gözləyir. Fərqli yarışmalara qatılıb hədiyyə qazanmaq şansınız da var. Arena, həftə içi 5 gün, gün orta saat 12-dən 13-ə kimi. Rüfət Nadirlinin təqdimatında Arraz FM-də. İdmana bizimlə yaxın olun. Baş sponsor Sopsan Boya, sponsorlar Sport Point İdman Malları mağazası və oftalmoloq cərrah Ruslan Məmmədov. Hazır kompleksdən sərfəli ipoteka şərtləri ilə mənzil axtarırsınız? Elə isə vaxt itirmədən Star Life Residence-ə müraciət edin. Hazır olan kompleksimizdən mənzilləri tək şəxsiyyət vəsiqəsi ilə 15% ilkin ödəniş edib 22 ilədək əldə edə bilərsiniz. Ətraflı Ulduz 4442. Araz Radiosunda reklam vaxtı. 2019-cu ildən fəaliyyət göstərən Agromix şirkəti kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğuldur. Şirkət meyvə-tərəvəz məhsullarını sağlam və təzə formada süfrənizə qədər gətirir və bu işi zövqlə icra edir. Agromix məhsullarını marketlərdən əldə edin və razı qalın. Agromix, təbiətdən süfrənizə. Qəlbinizi isidəcək möhtəşəm xəbər. Lüks, prestij, güc Kaminlə başlar. Gözəl anlar, mühüm qərarlar Kamin ətrafında olar. Avropanın keyfiyyətli kaminləri Deluxe Comment Center'də. Deluxe Comment Center, Azadlıq prospektində. Tam gənclə gəncliyini tam yaşa. Yığım aşiqləri tam gənc kartı əldə edərək kartdakı qalığa illik tam 6% gəlir əldə edir. Ətraflı 937. Madeirada möhtəşəm cümə kampaniyası başladı. İndi Madeiradan yataq, yumşaq, dəhliz və gənc mebelləri nağdalış zamanı tam 30% endirimlə əldə edin. Üstəlik, ilkin ödənişsiz, 18 ay faizsiz ödəmə şansınız var. Madeira, Ulduz 9696. Lassa'dan payız endirimləri davam edir. Lassa'nın yeni nəsil performans təkəri Drive Sport modelini il sonuna kimi 15%-ədək endirimlə əldə edin. Bir bank taksit kartları ilə 6 ayədək faizsiz taksitlə ödəyin. Telefon Ulduz 0009. Sağlamsa Lassa. Tam gənclə gəncliyini tam yaşa. Keşbek dostları tam gənc kartı əldə edərək 5%-ədək keşbek ilə alışverişlərindən zövq alır. Ətraflı 937. Parlat Smart, ayakkabı rahat. Parlat Smart, adımını güçlü at. Parlat Smart, seçimin olsun Smart, olsun Smart. Smart, ayakkabınız üçün ağıllı seçim. Sopsan Deluxe kafel və keramika yapışdırıcısı uzun müddətli yapışmada olduqca keyfiyyətli və sərfəli məhsuldur. Hər növ daxili və xarici səthdə mükəmməl yapışmanı təmin edir və dəyişən hava şəraitində möhkəmliyini qoruyur. Deluxe kafel və keramika yapışdırıcısı rahat hazırlanır və istifadəsi çox asandır. Bir sözlə, Sopsan Deluxe-la işiniz usta əllərdə. Məlumat və sifariş üçün Ulduz 4545. Kredit ödənişinizi gecikdirmədən ödəyə bilirsiniz? Əlbəttə, artıq ABB Mobile ilə kreditimi rahat və sürətli ödəyirəm. Heç yerə getmədən və heç yerə tələsmədən. ABB Mobile. Sən də yüklə, sən də faydalan. Ətraflı 937. Gialan Avropada bestseller bir marka. Gialan dünyada innovativ bir brend. Gialan Almanyanın cənubundan doğan bir istehsal. Gialan nəhayət ki ölkənizdədir. Gialan pəncərə və qapıları 74 mm qalınlığında və 6 kameralı hava boşluğuna sahib olması səbəbilə həm beynəlxalq, həm də ki pasiv ev standartlarına cavab verməkdədir. Müxtəlif rəng çeşidlərində Gialan pəncərə və qapılarını ən tez zamanda yalnız bir zəng ilə sizə ən yaxın tərəfdaşlarımızdan əldə edə bilərsiniz. Ünvan
Koroğlu Rəhimov 22. Əlaqə nömrəsi 050 226 66 83. İstehsal Almandan, pəncərə Gialandan. Sopsan Plus ən etibarlı boya markası Sopsanın çox sevilən məhsuludur. Sopsan Plus daxili divarlar üçün istifadə olunan keyfiyyətli, fərah və ekoloji sağlam boyadır. Mükəmməl örtücülüyə malik və yan təsirlərə dözümlüdür. Divarda rəng seçiminiz nə olursa olsun, Sopsan Plus rahatlıqla silinir və ləkə saxlamır. Sopsan Plus ilə tavanlar daha geniş və bəmbəyaz görünür. Sopsan Plusu 10 il keyfiyyət zəmanəti ilə ölkənin bütün boya inşaat məhsulları mağazalarından rahatlıqla əldə edə bilərsiniz. Sopsan, dünya boyandıqca gözəldir. Ulduz 4545. Araz Radyosunda reklam vaxtı. Fərqli və müxtəlif iş sahələri, mütəxəssis rəyi, şirkət nümayəndələri və iş adamlarının iştirakı, faydalı müzakirələr biznes mərkəzində. Dünyaca məşhur milyarderlərdən söz açıb, biznes sahələri üzrə yeniliklərdən xəbərdar edəcəyik. Həftə içi 5 gün, 13-dən 14-ə kimi Rüfət Nadirli ilə biznes mərkəzinə qatılın. Biznes mərkəzində qalın. Biznes mərkəzi davam etməkdədir və bugün biz bir dəfəlik və daimi müştərilərdən danışırıq. Sizcə bir dəfəlik müştəri kimə deyilir, daimi müştəri kimə deyilir, bir dəfəlik müştərini daimi müştəriyə çevirmək olurmu, daimi müştərilərini əlimizdə saxlaya bilərik. Bax, bu barədə bizə fikirlərinizi göndərə bilərsiniz. WhatsApp nömrəmiz 099 810 33-dür. Bizi dinləməklə bərabər görə də bilirsiniz. Araz FM-in Facebook səhifəsindən canlı yayımlanırıq. Oradan da bizə rəy bölümündən yaza bilərsiniz. Qonağımızda sualınız varsa, dəyərli ekspertimizdir, sual atəşinə tuta bilərsiniz. Çətin vəziyyətə sala bilərsiniz. Heç bir problem yoxdur. Suallarınızı cavablandıracaq və hər bir suala cavab vermək gücündə və peşəkarlığındadır. Nurlan bizə yazır ki, mən hər ay çoxlu alış-verişlər edirəm. İstər ailə üçün, istərsə də dost tanış üçün. Əla, nə gözəl. Bütün qohumlar desən alış-verişini sizin vasitənizlə edir. Çalışıram ki, hər zaman getdiyim yerlərdən alım. Çünki illərdir güvəndiyim geyim yerləri, marketlər, hətta restoranlar da var. İndirim kartlarından tutmuş, kampaniyalar qədər faydalanmışam. Həm də məni tanıyırlar. Restorana gedirəm, ən azı təyyamları belə gətirirlər bəhbəhlə. Asiyan tanıyır, nəyin məsləhətli olduğunu belə deyir. Geyim yerinə gedirsən, deyir, qardaş, 50 manat ucuzuna burada var, amma materialı eynidir. 50 manat cibinə qalsın, uşaqlar üçün oyuncaq almaq üçün də həmçinin nəyin daha ziyanlı olmayan oyuncaqlar tövsiyə edirlər. Həm özüm daimi müştəri, həm də istədiyimi rahatlıqla alıram. Nurlan necə bir məmnun müştəri idi. Gördünüzmü? Bəli. Belə bir alış-veriş edib. Nurlan sadiq müştəridir əslində. Birazdan danışacağımız o daimi və eyni zamanda başqa adı ilə desək, daha romantik adı ilə sadiq müştəridir. O daha yaxşıdır. Bəli, daha yaxşıdır. Yəni əslində ən səmimi adı odur, sadiq. Çünki biraz əslində bu sadiqlik psixoloji faktordur. Müştəri münasibətlərindən də belədir. Bəli. Böyük biznesmenlər deyək, hamımızın adı ilə tanıdığımız Warren Buffett olsun, Jeff Bezos olsun, bu adamların dediyi bir şey var ki, biz pullarımızı daimi müştərilərdən və şikayətçi olan müştərilərdən qazanmışıq. Yəni onlar sayəsində şikayətlərini aradan qaldırıb və daimi müştəriyə çevirmişik. Bu məntiqdir. Və onların ümumiyyətlə sadiqliyi isə bununla ifadə olunur ki, müştəri sizin mağazanıza, istehsal yerinizə, hər hansı bir o satış prosesinin baş verdiyi yerə bir səfər gəlir, o sizi unuda bilər. Malınızı unuda bilər, aldığı məhsulun qiymətini unuda bilər. Amma orada yaşadığı münasibəti, orada hiss etdiyi səmimiyyəti, yəni mənəvi faktorları da heç vaxt unutmur. Bu hamımızda biraz fikirləşsək əslində bu belədir. Məndə də belədir. Məsələn, bir şirkət deyə bilərsiniz, mağaza deyə bilərsiniz. Orada təcrübən varsa, hə, oldum, bu hava belə, münasibət belə və ilk ağla gələn nədir? Satıcılar soyuq davranır. Yəni və yaxud da məhsul çox keyfiyyətsiz idi. Feedbacklər, yəni geri dönüşlər, hər hansı bir marka, mağaza, bununla bağlı kimlə soruşsanız ilk deyəcəyi şeylər bunlardır. Qiymət ən son, heç xatırlamır bəlkə də. Orta bir əvvəlcə qiymət deyəcək. Deyəcək ki, başqalarından biraz fərqlidir. Amma getməyə dəyər. Yəni bu ifadə sırf mənəvi bir, ürəkdən gələn bir faktor olur. Və bütün bunların nəticəsində ortaya çıxan nədir? Müştəri məmnuniyyəti. Və bu müştəri məmnuniyyəti ki, hansı ki sabah sizə daimi müştərini və sadiqliyi yaradır. Bəli. Yəni qiymət həm də bəzən rol oynamır. Yəni əlbəttə ki, vacib amildir.
vacib amildir, amma bu sadiqliyə təsir eləmir. Yəni məmnunsuz şəkildə oradan sizdən uzaqlaşmır. Əgər insan başa düşürsə ki, ona lazım olan məhsulun daha ucuz alternativini başqa yerdən tapa bilir, sizdəki sadəcə bahadır, amma münasibət yerindədir, keyfiyyət yerindədir, küsmədən gedəcək. O yenə sizin sadiq müştərinizdir. Nə vaxtsa sizə uyğun məhsulunuz olduğu zaman geri dönüş edəcək. Amma bu itirmədiyiniz adamdır. Yəni bunu bu şəkildə münasibətləri qurmaq və qorumaq lazımdır. Yəni o müştəri nə vaxtsa yenidən qayıda bilər. Əlbəttə ki. Az öncə dediyimiz o 1900-cü illər məsələsi, hansı ki məhsul fokuslu biznes dönəmində nə CRM sistemi, nə şikayət, nə məmnuniyyət, heç kimin vecinə deyil. Hansı ki, hal-hazırda danışırıq. Yəni bəlkə də çoxumuzun gözümüzün qabağına dayımız, əmmimiz, dostumuz və yaxud da mağazada sadəcə bir şəxs var, hansı ki mağazası var. O məntiqlə işləyir. Oturub və müştəri gözləyir. Və ona çox da önəmli deyil də. Yəni sonra şikayətlənir ki, iş yoxdur. Bu insanları ayıldıb aramıza gətirməliyik ki, artıq biznesimiz də çiçəklənsinlər bir növ. Bəli, aydındır. Və bir də biz bayaq toxunduq müştəri məsələsinə, hansı ki bir dəfəlik gələn müştərilər var idi. Biz o daimi müştərilə, sadiq müştərindən danışdıq. Onu necə əhatə eləmək lazımdır, onu necə itirməmək lazımdır. Hətta o müştəri sənə sadiq qalıb müvəqqəti gəlməsə də belə, istər cibinə uyğun, qiymətə uyğun gəlməsə də belə də biz ondan incimirik. Baxın, mənim özümdə indi markada çəkməyəcəm. Bugünə qədər mən sadiq qalmışam, alış-veriş eləmişəm. Amma son dönəmlərdə indi qiymət hesablayıram ki, məsələn, mənim oraya getməyim uyğun deyil. Həmin getmirəm həmin mağazaya. İndi adını çəkmirəm ki, müxtəlifdir. İstər qidası olsun, istər geyim olsun, istər elektronik olsun, fərq yox. Amma o şirkət hələ də mənə, mən sənə sadiqəm nümayiş etdirir və öz kampaniyalarını, öz müəyyən qədər endirimlərini, falan müştəri, siz artıq bizim bu tarixdə endirimli kampaniyamıza qoşuldunuz. Həm xatırlatma edir, həm onun üçün hələ də sadiq olduğumu və onun üçün belə də əziz bir müştəri olduğumu xatırlatma edir və bu da mənim üçün qarşı tərəfdən gələn yaxşı bir müsbət bir emosiyadır, müsbət bir çağırışdır, müsbət bir diqqətdir. İndi özünü düşünsə belə, gəlirini düşünsə belə, hər bir halda mənim mənəvi tərəfdən düşündüyüm, yəni maddi deyil, mənəvi tərəfdən düşündüyüm məsələlər də bunlardır ki, bəli, bu müştəri bir dəfə məni elə belə qeydiyyata almayıblar, mənim nömrəmə elə belə qeydiyyat etmir. Sözü yox, nömrə o CRM məsələlərində çox önəmlidir. O tərəfin başa düşürük, amma yəni biz marketing işin içində illərdir, yəni bizim getdiyimiz yerdə siz bizim üçün çox dəyərli müştərisinin nömrənizi qeyd edilmir, yox, qeyd edirsiniz, amma bu həm də sizin özünüzə lazımdır. Bir var ki, onu gedib hansısa şirkətdən əldə edəsiniz, bir var ki, hər gün gələn müştərilərin nömrələri sizin üçün bir data bazadır da, yəni bir gələcəyin yatırım dəstəsinə, onu insanlara pul verib gedib eləyirlər. Bunun üçün böyük bir şirkət işçi ayırır, amma təbii ki, gələndən bir işçi ilə bunu məsələni gündəlik bir 100-200 nəfər ziyarətçin olsa, həmin 100-200 nəfər aya vur, gör nə qədər bir data baza toplanır, yəni bunun da fərqindəyik təbii ki. Amma, yəni bilirik də, amma bir dəfəlik müştəri necə itirməməliyik. Əslində, bir dəfəlik müştərinin bu anlayış, yəni az öncə dediyimiz kimi, çox faktordan asılıdır. Baxın, bu CRM dediyimiz mövzu və mağaza daxilindəki və yaxud da satıcı dediyimiz o şəxs hansı ki, bu bir nəfər ola bilər və yaxud da digər personal ola bilər cəm halda. İşte qapıda qarşılayan, şorun vitrin nümayəndəsi və yaxud da kassadakı şəxs. Bunlar yaxşı şəkildə təlimləndirilməlidir hər şeyin öncəsində. Yəni, onlara satmaq deyil, münasibət qurmaq qabiliyyəti aşılanmalıdır. Ümumiyyətlə, biz istiqamlı bir toplumuq. Yəni, ölkə olaraq, xalq olaraq. Amma bunun biraz belə formata soxulması lazımdır. Hansı ki, səmimiyyətin dozası, müraciətin, kommunikasiyanın qurulması bir növ təlimləndirilməlidir. Təəssüf ki, bu dəqiqə ən böyük çətinliklərimizdən biri budur. Mağazalara yaxınlaşdığımız zaman bizə münasibət göstərməyən, yaxınlaşmayan və ya yaxınlaşıb boğan, sıxan belə şəxslər var. Onlar satış nümayəndələridir. Və biz ora girdiyimiz zaman artıq birinci diskomfort hissi, ikincisi axtardığımız şeyi tapa bilməmə, üçüncüsü aldığımız şeyin keyfiyyətsiz olması, belə faktorlar saya bilərik. Dördüncüsü sadəcə içəri atmosfer bizim bəyənmədik. Beşincisi özümüz kompleksli ola bilərik, sadəcə girib çıxa bilərik. Bunların hamısını o personal hiss etməli və bizi anında bizə müdaxilə etməlidir. Tam doğru. Və bunu doğru şəkildə etməlidirlər. Yəni, işte müraciətindən, yanaşmasından və s. Və biz yalnız bu şəkildə, bu artıq görürsünüz, bunların hamısı müştəri fokuslu biznesin komponentləridir. Yəni, xüsusən pərakəndə bazarında biz bugün danışırıq. Bunlar olduğu zaman, əmin olun ki, o sıxıntıların heç biri yaşanmayacaq. Yəni, bir dəfəlik müştəri anlayışı ümumiyyətlə yox olacaq.
Biz bu faktordan danışırıq. Təbii ki, digər faktorlar da ola bilər. İnsan ani bir ehtiyacı olub gəlib, sektora görə dəyişə bilər. Məsələn, qida sektorudur, elektronik sektorudur, məsələn, bank xidmətləridir. Ümumiyyətlə, xidmət sahəsində bir dəfəlik anlayışı biraz müəmmalıdır. Çünki orada o anlayış mümkün ola bilmir. Çünki insan mütəmadi bir ehtiyacı var axı. Bu ehtiyaclarını ödəməklə məşğuldur. Əgər orada bir müştəri artıq sizə gəlmirsə, bu deməkdir ki, rəqibə gedir. Bu artıq problemdir, siz onu itirmisiniz. Bəli. Və CRM-in kökü məhz bundan ibarətdir ki, bu dəqiqə müştəri münasibətlərinin idarə olunmasının əsas məğzi həmin o bir dəfəlik şəxsləri saxlamaq, loyallığı artırmaq və ümumiyyətlə şirkətə sadiqliyini artırmaq lazımdır. Bunun da öz yolları var, təbii ki, marketinq alətləri var, loyallıq sistemləri var, hansı ki, bizim kimi şəxslər, ekspertlər, sizin kimi ekspertlər bunun üzərində işləyir və formalaşdırırlar. Müştərinin ümumiyyətlə elə bir dönəmdəyik ki, müştərinin, cari müştərinin, yəni mövcud müştərinin itirilməsi onun, yəni itmiş müştərinin və itirilməkdə olan müştərinin geri qaytarılması yeni müştəri cəlb eləməkdən 4-5 dəfə daha çətin həm prosesdir, həm maddi olaraq proses çətindir. Həm maddi itkidir, həm zaman itkisidir. Ona görə də sanki bu bizim yeni işçini öyrətmək kimi bir şeydir. Elədir, elədir. Və bir insan əgər sizə gəlibsə onu buraxmaq həqiqətən çox böyük uğursuzluq. Uğursuzluq. Mən bu yaxınlarda bir şey deyim, uzun müddətdir alışveriş etdiyim geyim mağazalarının birindən yaxşı mənada imtina elədim. Nəyə görə? Çünki ard-ardıcılıqla gedirdim. Onların satıcılar nümayəndələri vardı. Onlar tez-tez dəyişdiyini gördüm. Və bu məndə biraz müəyyən qədər həmin markanın son dönəmlərdə işinin yaxşı getməməsinin marketinqlərini bildim. Çünki tez-tez işçi dəyişilməsi bu heç də yaxşı mənzərənin şahidi, o yaxşı olduğu demək deyil. Ən azından tez-tez dəyişmələr, hər 2 aydan bir aydan bir getdim, gördüm ki, orada artıq yeni insan var, yeni qayda var, orada yəni mühit dəyişib. Hətta menecerlər belə oradakı mühiti dəyişiblər, bu bir məsələ. Həm də o dediniz, kompleks yaşamaq. Mən geyimə baxıramsa, o qardaşlar, o hansı ki 20-ci əsrin əvvəllərində yaradıblarsa, o yaradıbsa bunu, deməli toxunmaq lazım, geyinmək lazım, baxmaq lazım. Mən vitrindən götürürəm, baxıram geyimə. Müəyyən qədər indi vitrində başqa cür görünə bilər, geyimdə başqa cür görünə bilər, rəng çalarlarına görə seçim ola bilər. Bir nəfəsindən baxdım, sonra yenidən vitrinə qoydum. Ola bilsin, yerinə qoyanda müəyyən qədər düzülüşünün formasını bilmə bilərəm. Bəli, o müəyyən qədər nüans ola bilər. Və həmin satıcıların çox böyük qəzəblə onu yerindən vitrinə qoyması ki, gözlə gəlirəm, burada vitrini düzəldirəm deməsi bir balaca, yəni həm məni biraz komforta salmış oldu, həm biraz narahat qaldım ki, müştərinin belə davranılması. Qoy gəlsin, müştəri 10 dənədə birini seçəcəksə, qoy 9-unu vitrindən alışverişini eləsin. Qoy baxsın istədiyin qədər. Yəni müştəri davranışı bu cür olmalıdır. Mən elə düşünürəm. Əgər o olmasa, satıcıların reaksiyaları, menecer görməyə bilər, satıcı öz aşırı ilə və beyni ilə bunu düşünməməlidir ki, əşə nəyimə lazımdır, müştəri gəlir bu şirkətə gəlsin, gəlməsin, mən aylıq maaşımı alacam. Yəni bu yanaşma səhvdir. Tamamilə doğrudur. Hal-hazırda böyük ehtimal daimi müştərisi olduğunuz və eyni zamanda bizim dinləyicilərimizin böyük ticarət mərkəzlərində tanınan böyük markalar var. Hansı ki biz onların sözün həqiqi mənalarında, xüsusən bu Black Friday və yaxud da xüsusi indirim günlərində insanlar vitrinləri necə dağıtdığını görürük yəni. Dağıtmaq biraz ironikdir. Yəni səliqəsiz hala salırıq. Bəli. Və çox möhtəşəmdir ki, mən özüm şəxsən bunu hər zaman müşahidə edirəm. Çünki özüm alıcıyam və xüsusən geyim məsələlərinə daha çox diqqət edirəm. Geyim mağazalarında mən çox diskomfort hiss edirəm özümü. Çox sərbəst olmalı. Mən bir mağaza daxilində çox zaman keçirirəm bir şey almaq üçün. Dəfələrlə baxıram, dəfələrlə geyinirəm. Olmasın. Yəni mən narahat edir. Niyə etməyək bunu? Bəli. Əgər kənardan mən bir yanlış bir baxış, bir kiminsə mənim üzərimdə belə baskısı, ətrafında dolanması hiss etdiyim zaman, yəni artıq mən oraya bir də getmirəm. Və bugün o böyük markalar bunu çox gözəl idarə edir. Sırf o həmin əməkdaşların idarə olunmasıdır, təlimləndirilməsidir və qorunmuş əslində bir strategiya var. Bəli. Başdan gələn. Və ona görə də mağaza şəbəkələri bugün həmin o brend markalarda günü-gündən artır və hər yerdə görürük. Bu uğurlu siyasətdir. Bəli. Və bu arada mən də sizə indi mövzumuzla bağlı söhbətimizi davam etdirəcəm. Mən sizə Sopsandan danışım. Əsl peşəkar komanda, bax bu deyiriksə peşəkar komanda, peşəkar iş Sopsan da ağlımıza gələ bilər. Qafqazın və Azərbaycanın ilk boya fabrikası Sopsan demək keyfiyyət deməkdir. Sopsan
90 boya sizin üçün Deluxe kafel və keramika yapışdırıcısı da təklif edir. Deluxe kafel və keramikalar olduqca möhkəm yapışır. Qopma ehtimalı sıfırdır və nəmə qarşı çox dözümlüdür. Hazırlanması və istifadəsi də çox rahatdır. Bir sözlə, Sopsan Deluxe-la işiniz usta əllərdədir. Elə ustaların da seçimi Sopsan boyadır. Biləsiniz, Ulduz 4545 də əlaqə saxlayın və yaxud da ki, Sopsanın digər çox çeşidli məhsullarını Sopsan.com saytından da sifariş edə bilərsiniz. Elektrikli, odunlu, qazlı və etanonlu kaminləri Deluxe Kamin Center'dan almağa tələsin. Elə əsl kamin almaq mövsümüdür. Unutmayın ki, cibinizə uyğun qiymətlərlə evinizi kaminlərlə bəzəyə bilərsiniz. Deluxe Kamin Center'a başvurun. 012 449 41 30 və 050 252 0216 ilə də əlaqə saxlaya bilərsiniz. Biznes mərkəzindən dinlədim deyənlərə, Arena deməli Araz FM biznes mərkəzindən dinlədim deyənlərə xüsusi endirimlər də var. Unutmayın, yollanın. Deluxe Kamin Center Azadlıq prospektində yerləşir. Və bu arada bizə yazırlar, Vüqar bəy yazır ki, mənim üçün bir dəfəli yaxud da daimi müştəri anlamı heç nə fərq etmir. Hansı yerdə oldumsa, xidmət və qiymətlər uyğun oldusa, mənim üçün ora xoşdursa qalacam. Aha, belə bir sərt fikir. Çalışıram ki, hər dəfə eyni yerlərə getməyim. Gedirsən, səni daimi yerlər 3-5 dəfə yaxşı qarşılayır və nə bilim, endirimlər edir. Yeni müştərilər qazanan kimi sən qalırsan ehtiyatda. Ona görə də ən gözəli mənə uyğun olanlardır. Qoy onlar məni gözləsin. Mən niyə onlara tərəf gedim ki? Ən çox qida alış
Araz Radyosu sizə can sağlığı arzulayır. Sağlamlığınızla bağlı bütün sualların cavabını peşəkar həkimlərdən öyrənin. Məsləhətlərimiz həftə içi hər gün saat 16-dan 17-yə kimi sizin doktorda. Qulaq assanız məsləhətdir. Qulaq asmasanız da canınız sağ olsun. Sizin doktor. Əsas can sağlığı. Sponsorlar: Fetal Enis Genetics klinikası, Premium Dental Stomatoloji klinika, Plastik Cerrah Cəmilə Hüseynova və Xətai Estetik klinikası. 2 il ərzində minlərlə birbaşa telefon bağlantısı və sosial şəbəkə üzərindən müraciətlər. Saysız hesabsız WhatsApp-a göndərilən səsli və yazılı ismarışlar. Müraciət və zənglərinizi qəbul edib, problemlərinizi onların həlli ilə qovuşturduq. Amma bu hələ yolun yarısıdır. Həftənin 5 günü saat 2-dən 4-ə qədər bir zənglə qəbula düşün. Qəbul vaxtı Elnarə Sadıqovanın təqdimatında Araz FM-də. Düzgün vaxt, düzgün seçim, düzgün məsləhət, düzgün hərəkətdə olanlar hər zaman uğur qazanır. Yol hərəkəti qaydaları və avtomobillərlə bağlı ən düzgün məlumatları bizdən alacaqsınız. Düzgün hərəkət, həftə içi 5 gün, axşam saat 5-dən 8-ə kimi hüquqşünas Ərşad Hüseynov və aparıcı Elgün Xıdırovun təqdimatında Araz Radio 103.3 FM-də. Verilişin baş sponsoru Soliton mağazalar şəbəkəsi. Xüsusi sponsor Total Quartz mühərrik yağları. Sponsorlar Kapital Bank və Lassa təkərləri. Dadlı yeməklər, rahat istirahət, qayğısız atmosfer və möhtəşəm akustika arzulayanlar sizə ailəvi bir məkan təqdim edirik. Şounun aparıcıları isə Ağakərim və Gülnardır. Yox, bu restoran reklamı deyil. Araz Radyoda Dadlı Şou verilişinin anonsudur. Həftənin 5 günü saat 10-dan hamınız dəvətlisiniz. Sponsorlar: Haval ət və ət məhsulları Kamar, Yaponiya istehsalı Mizuha diş fırçaları və Avis eşitmə mərkəzi. Greenville Residence satış şərtlərini daha da sərfəli etdi. Mənzil sahibi olmaq istəyənlər tək şəxsiyyət vəsiqəsi ilə 15% ilkin ödəniş edərək illik 5%-dən 22 ilədək uzadılan ipoteka şərtlərindən yararlana bilərlər. Ətraflı məlumat üçün Ulduz 4242. Araz Radyosunda reklam vaxtı. 2019-cu ildən fəaliyyət göstərən Agromix şirkəti kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğuldur. Şirkət meyvə-tərəvəz məhsullarını sağlam və təzə formada süfrənizə qədər gətirir və bu işi zövqlə icra edir. Agromix məhsullarını marketlərdən əldə edin və razı qalın. Agromix, təbiətdən süfrənizə. Qəlbinizi isidəcək möhtəşəm xəbər. Lüks, prestij, güc Kaminlə başlar. Gözəl anlar, mühüm qərarlar Kamin ətrafında olar. Avropanın keyfiyyətli kaminləri Deluxe Kamin Center'də. Deluxe Kamin Center, Azadlıq prospektində. Biznesinizin qapısını qış yox, sərfəli kredit döysün. Kapital Bank'tan mikro biznes kreditini indi online sifarişdə 0% komissiya ilə əldə edin. Dekabrın 31-nə dək müraciət edin. 100.000 manata dək mikro biznes kreditini illik cəmi 15%-dən başlayan şərtlərlə alın. Ətraflı məlumat üçün 196 və ya kapitalbank.az. Dəlisiyəm bir teksin, aşığıyəm mən artıq, ürəyimdən keçənin sərhədi yox, o ipək saçların mənim üçün inan. Vitex, özünə güvən saçlardan başlayır. Sopsan keyfiyyət deməkdir. İstənilən növ daxili və fasad, dekorativ, antibakterial boyalar, lak və yapışdırıcılar Sopsanda. Məhsullarımızı bol çeşid və sərfəli satış şərtləri ilə bütün boya ticarət obyektləri və sopsan.com saytından əldə edə bilərsiniz. Ulduz 4545. Parlatmak, ayakkabı rahat. Parlatmak, addımını güçlü at. Parlatmak, seçimin olsun Smart.
Olsun Smart. Smart, ayakkabınız için ağıllı seçim. Araz Radyosu'nda reklam vaxtı. Fərqli və müxtəlif iş sahələri, mütəxəssis rəyi, şirkət nümayəndələri və iş adamlarının iştirakı, faydalı müzakirələr biznes mərkəzində. Dünyaca məşhur milyarderlərdən söz açıb, biznes sahələri üzrə yeniliklərdən xəbərdar eləyəcəyik. Həftə içi 5 gün, 13-dən 14-ə kimi Rüfət Nadirli ilə biznes mərkəzinə qatılın. Biznes mərkəzində qalın. Baş sponsorlar Sopsan Boya, Deluxe Comment Center, sponsor Agromix Kənd Təsərrüfatı Məhsulları şirkəti. Biznes mərkəzi davam etməkdədir dostlar və biz efirimizdə bir dəfəli və daimi müştərilərdən danışırıq. Sizcə hansı müştəri bir dəfəli, hansı müştəri daimi müştəridir? Ümumiyyətlə daimi müştərini necə əldə saxlamaq lazımdır? Bəs bir dəfəli müştərini daimi müştərini necə çevirə bilərik? Bu barədə fikirləriniz varsa siz də bizə göndərə bilərsiniz. Mütəxəssisimiz də bunun izahını verir. 099 810 33-ə də deməli fikirlərinizi hələ də yaza bilərsiniz. Şamil bəy yazır ki, Rüfət bəy, mən daimi müştəri tərəfdarıyam. Həm də biz istəsək də, istəməsək də daimi müştəri oluruq. Hər həftə alış-veriş edirik. Yemək alırıq, qida alırıq, geyim alırıq. Bunları 3-4 markadan edirik. Deməli, biz daimi müştəriyik. Mən rayona getsəm, ildə bir dəfə getsəm, olaram bir dəfəli müştəri. Aha, Allah bizə izahını da verir. İsa bəy də yazır. İsa bəy yazır ki, salamlar, aleyküm salam. Sizə Şamaxıdan yazıram. Ateşli salamlarımızı Şamaxıya da göndəririk. Mən öz rayonumda daimi getdiyim, mənim öz rayonumda daimi getdiyim yerlər var. Həm də razıyam. Bakıya hərdən gələndə çox pulum çıxır, bəlkə məni tanımırlar. Gülür. Ola bilər. Baxın, o məqama da indi mütəxəssisimiz toxunar. Bir də bizim üçün o daimi bir dəfəli müştəri, rayon, paytaxt amili öz yerində. Amma bəzən müştəri narahat qalırsa, özünün deyə biləcəyi bir yer. O da təbii ki, şikayət məktubu əsasındadır. Nə etməlidir, necə etməlidir müştəri? Öz şikayətini necə göndərməlidir? Bax, bunu da deyə bilərsiniz. Buyurun. Ümumiyyətlə, bütün bu mövzular bir-biri ilə onsuz da əlaqəlidir. Məmnunluq hissi nədir? Gəlin buna birinci elə bəsit formada baxaq. Məmnunluq hissi içimizdəki, daxilimizdəki, özümüzdəki o narahatlığın aradan qalxmasıdır. Yəni bu olmadığı zaman məmnunluq yaranır. Bəli. Əgər biz bayaq vurğuladığımız məsələlər var. Getdiyimiz mağazada diskomfort hiss edəcəyiksə, bizi soyuq münasibət qarşılayırsa, keyfiyyətsiz məhsul qarşılayırsa, biz burada necə hansısa məmnunluğa gedən bir yola başlaya bilərik. Hətta düşünürük ki, bu ilkin tanışlıqdır. Və belə deyək, bu birinci amildir. İkinci amil isə tutalım bunlarla rastlaşdıq. Amma yenə də bu müştəriyə, bu mağazaya ikinci fürsət vermək istəyirik, münasibətlərimizi davam etdirmək istəyirik və şans tanıyırıq da, belə deyək. Bu halda biz sözümüzü kiməsə deməyə ehtiyacımız var. Bu artıq şikayətdir. Şikayət də yəni mənfi feedbackdir, yəni mənfi geri dönüş. Hansı ki bu az öncə vurğuladığımız bütün böyük markaların hamısı bugün bunu idarələməyə çalışır. Ki onlar bugün qazandıqları pulu, markalaşmanı hamısını buna borcludurlar. Çünki nə qədər böyük bir bazarımız var ki və hər kəs nədənsə narazı olmağa meyillidir. Hər kəs %100 heç vaxt məmnunluq hissini yaşamır yəni. Biz bu amilləri isə balaca-balacalardan qaldırmalı və onları sadiq müştəriyə çevirməliyik. Yəni, dərdimiz bugün şikayətimizi kimə edə bilməyimiz və bu şikayətlərin aradan qalxmasıdır. Yəni, və biz bunu hiss etməyimizdir. Yalnız bu halda məmnunluğa gedən yol üçün qarşı tərəfə fürsət tanıya və özümüz artıq dəyərli hiss edə bilərik. Ailədə, dost çevrəmizdə, iş həyatımızda necə biz o hissə qapılırıq? Kimsə bizi dinləməyəndə, sözümüzə əhəmiyyət verməyəndə, sözümüzü kiməsə deyə bilməyəndə nə olub? Sadəcə gedirik. Bu artıq, yəni, belə bir deyim də var. Sadiq müştəri sizə yeni müştərilər, yəni sadəcə özü qayıtmayacaq. Özü ilə birlikdə yeni insanlar gətirəcək, yeni müştərilər gətirəcək. Bəli. Zəncirvar şəkildə. Word of mouth məsələsi, yəni qulaqdan qulağa gedir bugün. Və hələ bizim kimi balaca bazarlarda, yəni böyük bazarlarla müqayisə eləsək, ölkəmizin bazarı nisbətən balacadır və çox rahat şəkildə hər hansı bir markanın negativi çox sürətli yayılır. Çünki artıq data, məlumat saniyələr içində əl çatandır. Belə bir dönəmdə yəqin ki, son notlarımız olacaq. Mən həm öz tanıyan yoldaşlarımıza, həm buradan bəlkə bizi dinləyən iş adamlarımıza, sadəcə və bütün marka nümayəndələrinə demək istədiyimiz odur ki, əgər uğurlu və daimi müştəri bazası formalaşdırmaq istəyiriksə, 2.
əlçatan olmaq və məmnunluq hissini yaratmaq lazımdır. Əlçatan olmaq, insanlar istədiyi zaman sizə sözünü deyə bilsin. Siz bunu eşidin, onları geri dönüşürün. Bu, bütün uğura gedən yolların, bütün məmnunluğun, bütün sadiqliyin başıdır. Və əmin olun ki, bu şəkildə başlasa, bir dəfəlik o müştəri dediyimiz bayaqki kateqoriya sadəcə axtardığını sizə tapmayan, amma küsməyən müştərilər olacaq. Və yenə də qayıdacaq. Və yenə də nə vaxtsa sizin potensial müştəriniz olacaq, yəni. Və belə, dostlar, ona görə də hara başvurduğumuz yerdə istə hansısa bir marketdimi, mağazadımı, həm özümüz öz müştəri olaraq öz tərzimizi belə diqlə etməliyik ki, həm də məmnunluq yaşamağımız üçün bir də çox önəmlidir. Yəni biz öz davranış, bayaq qonağımız da bildirdi, dəyərli qonağımız da bildirdi ki, müştəri özünü aparmaq tərzi. Bəzən müştəri davranışının da hər bir şeyin öz həddi var. Yəni istər satıcısı olsun, istər şirkət nümayəndəsi olsun, müştəri necə danışmaq tərzində bilməlidir, həmçinin müştəri də. Yəni bu balanslı və daha ideal bir şərəfdə olmalıdır ki, hər iki tərəf razı qalsın. Bizim isə razılığımız həm də dəstəkçilərimizdir. Sopsan boya təşəkkür edirik. Sopsan boya demək keyfiyyət deməkdir. Qafqazın və Azərbaycan ilk boya fabriki Sopsan sizin üçün Sopsan izolastop da təqdim edir. Su sızmasının qarşısını almaq üçün tələb olunan hər yerdə Sopsan izolastop istifadə edə bilərsiniz. Sopsan izolastop nəmdən müdafiədə də çox güclü qarışıqdır. Ulduz 45-45 də əlaqə saxlaya bilərsiniz. Əsl kamin almaq dönəmidir. Kaminləri sərfəli qiymətlərlə elə Deluxe Kamin Center'dən əldə edə bilərsiniz. Deluxe Kamin Center Azadlıq prospektində yerləşir. 012-449-4130 və 050-252-0216 ilə əlaqə saxlaya bilərsiniz. Biznes mərkəzindən dinlədim deyənlərə xüsusi endirimlər də var və elə evinizi Deluxe Kamindən aldığınız kaminlərlə də gözəlləşdirə bilərsiniz. Hər kəs sağlam, təzə və organik kənd təsərrüfatı məhsulları əldə etmək istəyir və siz də buna sahib olmaq istəyirsinizsə marketlərdən Agromix məhsullarını alın və razı qalın deyirik. Agromix təbiətdən süfrənizə deyirik və dostlar, bu ab-hava ilə də efirimizi yavaş-yavaş yekunlaşdırırıq. Sizə də bol-bol uğurlar arzu edirik. Yavaş-yavaş efirimiz yekunlaşır. Təşəkkür edirik sizə də, minnətdarıq. Bugünlük təbii ki, efirimizi yekunlaşdırırıq. Siz isə dalğanı dəyişmirsiniz. Həmkarlarımızın təqdimatında bir-birindən fərqli layihələr ilə bizim radioda davam edəcək. Qonağımıza da minnətdarıq. Çox sağ olun deyirik. Təşəkkür edirəm. Rüfət, ümid edirəm faydalı bir görüş oldu. Ən azı mən təcrübələrimi ortaya qoymağa çalışdım. Ümid edirəm faydalanılan oldu. Hər kəsə salamlar və uğurlu gün olsun. Təşəkkür edirəm. Dostlar, mən də sizinlə bugünlük sağollaşıram. Sabah yenidən qaldığımız yerdən davam edəcəyik.